Biz qatlama deyirik. Bəzi bölgələrdə bu şirniyyatın adına pişi deyirlər. Qatlama Azərbaycan mətbəxinin ən qədim, sevilən şirniyyatlarından biridir. Yadımdadır, biz uşaq olanda, toyda, nişanda, gəlin köçən qızı görməyə gedəndə aparılırdı. İndi qatlamanı müasir şirniyyatlar əvəz edir. Qatlama əsasən nazik açılmış xəmirin yağlanıb qat-qat bükülməsi ilə hazırlanır. Elə adı da bundan gəlir, qat-qat olduğuna görə adına qatlama deyilir. Ərzaqların ölçüsünü videonun açıqlama bölümündə sizin üçün də qeyd elədim. Qoğal xəmirində olduğu kimi hər bir qatını nazik yaymaq ustalıq tələb edir. Xəmiri 8 kündəyə bölüb, bütün yuxaları yayıb aralarını yağladım. 4 barmaq enində bıçaqla kəsdim. Xəmiri rulet şəklində barmağıma dolayıb, ortadan qatlayıb forma verirəm. Bütün xəmiri eyni qayda ilə hazırladım. 15-20 dəqiqə üzərini örtüb gözlədim. İsti yağın içərisinə əlavə elədim. Çöplərin köməkliyi ilə kənarlarını tərpədirəm ki, ara qatları açılıb içərisi yaxşı bişsin. Eyni qayda ilə hamısını yağda qızartdım. Bir qaba yığdım, bir kənarda qalıb soysun. Keçmişin xatirəsi var bu qatlamalarda. Biz uşaq olanda rəhmətlik mamam tez-tez bişirərdi. Biz də əlimizdə boşqab gözləyirdik ki, soysun, üzərinə pesok səpək, yeyək.